Rayonda sürücü işi var yoldaşlar. Mən mütəmadi olaraq sizin üçün rayonda sürücü işlərini paylaşıram. Eee, Onlara da baxa bilərsiniz. Paralel olaraq ən yenilərdən bir neçə misal vermək istəyirəm. Bir 3 dənə misal vermək istəyirəm. Bunların hər üçü çatdırılma üzrə olmalıdır, səhv xatırlamıramsa. İndi baxıb dəqiqləşdirim sizin üçün deyim. Deməli, bəli. Bunların yoldaşlar hər üçü Kontoxomdadır. Okeymi? Və hər üçü də çatdırılma xidmətləri üçündür. Biri bunun Gəncədədir, digəri Saatlıdadır, digəri isə Masallıdadır. Şərtləri nədir yoldaşlar? Əməkçisi güclü deyil, xəbəriniz olsun. Bu arada fürsətdən istifadə edeyim deyim ki, digər bir sürücü işi olmalıdır. Paylaşmışam kanalda da. Orada misal üçün 2500 manat belə qazana bilərsiniz. Rayondadır. Özü bir neçə rayon əhatə etməlidir o iş, səhv xatırlamıramsa. Və hətta orada elədir ki, Dillevdə ola bilirsiniz. Yəni elə bir iş də var. Sürücü işi də var. Bu dediyim sürücü işi isə hal-hazırdakı videoda bəhs etdiyim sürücü işi isə BS kateqoriyası tələb eləyir. 600 manat verir əmək haqqısını. Minimum 2 illik iş təcrübəsi tələb eləyir yoldaşlar bu sizdən. Bu işə də müraciət etməyiniz üçün sizin CV-niz olmalıdır. Yəni CV ilə müraciət edilir bu işə. Xəbəriniz olsun. Varsa CV-niz, yoxdursa da bu əmək haqqı sizə əgər qane eləyirsə, yəni durub da getməyin Kontoxoma. Mənasızdır yoldaşlar. Hər şeyin bir üslubu var da. Bunun da üslubu budur ki, bura onlayn şəkildə müraciət eləməlisiniz. CV-nizi müraciət eləməlisiniz. Göndərməlisiniz ki, onlar da sizə baxsınlar, qərar versinlər. İndi siz təsəvvür edin ki, Gəncədəki hamı getdi Kontoxoma, yaxınlaşdı ki, gəlin bu sizin CV-dir, baxın, qərar verin. O hamısı vaxt itkisidir. Həm siz tərəfdən, həm də onlar tərəfdən. Ona görə də onlar xüsusi bir link qoyulur. O link vasitəsilə siz CV-nizi göndərirsiniz. Onlar da sizi bəyənirlərsə, zəng eləyirlər ki, bəs filankəs və filankəs, gəlin sizdən görüşək, biz istəyirik sizi daha yaxından tanıyaq, uyğun görəriksə də əməkdaşlıq eləyə bilərik. Bu belədir, bunu belə deyim, sadə dillə izahı yoldaşlar. Amma bu 600 manat sizi cəlb eləmirsə, yəni ümidsizliyə düçar olmayın. Səhv xatırlamıramsa ədviyyat şirkəti idi o şirkət. Videoda, kanalda paylaşılıbdır, ona baxa bilərsiniz. O bəlkə sizə daha yaxşı uyğun ola bilər. Çünki 2500 manata qədər qazanmaq potensialı olan bir işdir. Bu işə də müraciət etməkdə çətinlik çəkərsinizsə və yaxud da digər sahələrdə iş axtararsınızsa, ümumiyyətlə iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Bu videonu harada görürsünüzsə, orada kanala daxil olun, Toğrul Əzizov kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi qeyd olunub. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.